Dərs 30-un izahına baxaq. Azərbaycanın torpaq və bitki örtüyü, heyvanlar aləmi. Azərbaycanın torpağı düzən və dağ torpağı olmaqla iki hissəyə bölünür. Dağ torpaqları bildiyimiz kimi dağlıq ərazilərdə, dağın zirvələrinə doğru, şaquli istiqamətdə uzanır və müxtəlif torpaq tipləri bir-birini əvəz edir. Dağ torpaqlarında dağ çəmən, dağ meşə, dağ qara, dağ şabaldı və dağ sarı torpaqları aiddir. 15%-ni dağ çəmən torpaqları tutur. Dağ çəmən torpaqları ən üst hissədə yerləşən torpaqlardır. 2000 metrdən 3000 metrə qədər olan hissələri dağ çəmən torpaqları təşkil edir. Böyük və Kiçik Qafqazın 3000 metrə qədər olan hissəsi və eyni zamanda da Naxçıvanda yerləşir. Dağ çəmən torpaqlarının İbtidai, torflu, çimli, yumşaq çimli kimi yarım tipləri var. Daha hündür hissələrdə, daha soyuq hissədə ibtidai və torflu. İbtidai və torfludan aşağı hissədə isə çimli, yumşaq çimli torpaqlar yerləşir. Deməli, ibtidai və torflu alp çəmənliklərini əhatə eləyir. İbtidai və torflu alp çəmənliklərinə diqqət edək. Digərləri isə çimli, yumşaq çimli isə subalp çəmənlərini əhatə eləyir. Alp çəmənlikləri də otlaqlar məqsədi ilə istifadə olunur. Dağ çəmən torpaqlarından aşağıda təxminən 700-2000 metr yüksəkliklərdə dağ meşə torpaqları yerləşir. Dağ meşə torpaqları rütubət sevən fıstıq və vələs meşələri altında qonur dağ meşə torpaqlarına, quraqlıq sevən palıd meşələri altında isə qəhvəyi dağ meşə torpaqlarına bölünür. Diqqət yetirək ki, qonur dağ meşə torpaqları Böyük və Kiçik Qafqazın orta dağlığında, Talışın alçaq dağlığında yayılmışdır. Qəhvəyi dağ meşə torpaqları isə Böyük və Kiçik Qafqazın alçaq dağlığında, Talışın nisbətən yüksək dağlıq hissəsində və eyni zamanda qəhvəyi dağ meşə torpaqlarına Naxçıvanın orta dağlıq hissələrində kserofit kolluqlar altında da rast gəlinir. Dağ sarı torpaqları, buna sarı dağ meşə də deyə bilərik, Talış dağlarının ətəklərində yayılmışdır. Rənginin sarı olması tərkibində dəmir oksidin miqdarının çox olması ilə əlaqədardır. Respublikamızda bir də dağ qara torpaqlarına rast gəlinir. Böyük Qafqazın cənubunda Şamaxı İsmayıllıda, Kiçik Qafqazın şimalında Gədəbəy Şəmkirdə, həmçinin Xocavənd rayonlarında rast gəlinir. Dağ qara torpaqları 700-800 metrə qədər olan hissələrdən 2000 metrə qədər olan hündürlüklərə qədər nisbətən talalar şəklində qalmışdır. Tam zolaq əmələ gətirmir. Bundan başqa şabaldı torpaqlar var. Şabaldı torpaqlar mülayim isti iqlimdə formalaşır. Diqqət yetirək. Şabaldı torpaqlar hansı iqlimdədir? Mülayim isti iqlimdə. Dağ meşə torpaqları mülayim isti və soyuq iqlimdə. Dağ çəmən torpaqları isə soyuq iqlimdə formalaşır. Buna diqqət yetirək. Mülayim isti iqlimdə şabaldı torpaqlar formalaşdı. Bunun açıq və tünd şabaldı olmaqla iki hissəyə bölürük. Tünd şabaldı torpaqlar Böyük və Kiçik Qafqazın dağ ətəyində Ceyran çöl acınoğurdadır. Açıq şabaldı isə Gəncə Qazax, Mil Qarabağ düzlərində daha çox yayılmışdı. Respublikamızın düzən torpaqları Boz, Bozqonur, Şorakətli Bozqonur, Bozçəmən, Şoran və s. torpaqlara bölünür. Boz torpaqlar Çöraz ovalığında, Naxçıvanın Arazboyu düzənliklərində yayılıb. Boz torpaqların adi boz, ibtidai boz, tünd boz kimi növləri var. Eyni zamanda Bozqonur torpaqları Abşeron və Qobustanda daha çox yayılmışdı. Şorakətli Bozqonur torpaqlar Abşeronun qərbi, Qobustanın cənubu, Acınoğur, Samur Dəvəçidə daha çox yayılmışdı. Boz çəmən torpaqları Şirvan, Muğan, Min, Salyan və Naxçıvanın Arazboyu düzənliklərində yayılmışdı.
Şoran torpaqlar Çür-Araz ovalığında, Abşeron yarımadasında, Şərq Ordubadda yayılmışdı. Boz torpaqlarda daha çox payızlıq taxıl, pambıq, üzüm, şəkər çuğunduru, bostan bitkiləri və s. becərilir. Allüvial çəmən torpaqlar çayların su basarlarında yaranır. Çəmən meşə torpaqlar şirin yeraltı suların səthə yaxın olduğu hissələrdə, Şollar düzündə, Qanıq-Əyriçay vadisində yayılmışdır. Bataqlıq çəmən torpaqları bu daha çox Xəzərin sahillərində, Qızılağac körfəzində, Salyan Mil düzlərində, Ağzıbirsala gölündə, Lənkəran ovalığında rast gəlinir. Lənkəran ovalığında həmçinin düzən torpaqlardan podzollu, qleyli, sarı torpaqlar yayılmışdı. Xəritəyə diqqət yetirsək, hansı ərazidə hansı torpaqlar yayılıb, onu araşdıra bilərik. Məsələn götürsək, bu hissədə A-dan B-yə doğru torpaqların düzülüşünü. A-dan B-yə doğru torpaqlar, burada dedik ki, düzən ərazi olduğu üçün Lənkəran ovalığında podzollu, sarı torpaqlar, sonra aşağı hissədə qonur dağ meşə torpaqları, nisbətən yuxarı hissədə qəhvəyi dağ meşə torpaqları, hündürlükdə isə kiçik gördüyümüz yaşıl yerdə isə dağ çəmən torpaqları yayılmışdı. Başqa bir əraziyə diqqət yetirsək, bu hissədə A-dan B-yə doğru torpaqları düzsək, A-dan başlayaraq burada çəmən meşə torpaqlarına rast gələrik. Çünki dedik çəmən meşə Qanıq-Əyriçayda və Şollar düzündə var. Çəmən meşə torpaqlar, sonra açıq şabalıdır, tünd şabalıdı torpaq, qəhvəyi dağ meşə, sonra qonur dağ meşə, sonra Subab çəmənliyi və Alp çəmənliyinə rast gəlinir. Nisbətən aşağı hissədən götürsək isə, diqqət eləyək, bu hissədən götürsək, artıq biz burada birinci boz, sonra boz qonur, bozun tiplərini deyirik və sonra boz çəmən. Diqqət yetirək birinci və ikinci xəttlərə. Birinci xəttdə çəmən meşə ilə başladığı halda, ikinci xəttdə boz qonur, sonra boz çəmənlə başlayır. Sonra açıq şabalıdır, tünd şabalıdır və eyni zamanda qəhvəyi, qonur torpaqlar və ən sonda gördüyümüz yüksək hissədə isə çəmən torpaqlarına rast gəlinir. Subab çəmənliyi, Alp çəmənliyi. Gördüyümüz AB xətti üzrə A-dan başlayaraq birinci çəmən meşə torpağı gəlir, sonra qonur meşə, sonra Subab çəmənliyi, Alp çəmənliyi. Burada artıq qəhvəyi torpağa rastlamırıq. Çünki burada yağıntı çox olduğu üçün qəhvəyi torpağa rast gəlinmir. Naxçıvan ərazisində A xəttindən B xəttinə doğru torpaqları düzsək, boz çəmən torpaqları götürərik birinci, sonra açıq şabalıdır, tünd şabalıdır və burada dağ qəhvəyi torpaqlar var. Qəhvəyi dağ meşəli deyə bilərik. Naxçıvanda kserofit kolluqlar altında qəhvəyi torpaqlar var. Sonra Subab çəmənliyi və Alp çəmənliyi. AB xətti üzrə baxsaq, Kür-Araz ovalığından Kiçik Qafqaz dağlarına doğru. Bilirik ki, Kür-Araz ovalığında xəritədə də sarı rənglə verilmiş hissədə boz torpaqlardır. Boz qonur, boz qonur torpaqlar, yəni bozun müxtəlif formaları düzən ərazilərdə var. Ondan sonra hissə isə birinci açıq şabalıdı torpaqlar gəlir, sonra tünd şabalıdır, sonra qəhvəyi torpaqlar, sonra qonur torpaqlar, ən sonda isə Subab və Alp çəmənliyi gəlir. Burada AB xətti üzrə baxsaq, artıq burada boz torpaqlara rast gəlmirik. Çünki burada artıq sarı rəngə diqqət yetirin, sarı rəng yoxdur. Ona görə bu hissədən birinci açıq şabalıdı torpaqlarla başlayırıq. Açıq şabalıdır, tünd şabalıdır, qəhvəyi meşə, qonur meşə, qara torpaqlar da var bu hissədə. Çünki dedik, Gəncə Qazax düzündə
Gədəbəydə, Şəmkirdə, yəni bu hissələrdə az da olsa rast gəlirik. Və ən sonda subal çəmənlikləri, ağ çəmənliklərini deyə bilərik. Azərbaycanın bitki örtüyü və heyvanlar aləmi. Düzən ərazilərdə bilirik ki, daha çox quraqlığa davamlı bitkilər, nisbətən orta dağlıq, yüksək dağlıq hissələrdə məsələn digər ağac növləri, meşəliklər yayılmışdır. Dünyada mövcud olan 500 min bitki növündən 4,3 mini Azərbaycanda yayılmışdır. Bunlardan da çoxu endemik bitkidir. Endemik sözünün mənası bir ərazi üçün xas olan bitki deməkdir. Yəni, hər hansı bir ərazidə bitən bitki. Lənkəran və Talış soğanı, Xəzər zəfəranı, Lənkəran zambağı, Qarabağ dağ laləsi və s. endemik bitkidir. Bir də var relik bitki. Relik 3-cü dövrdən qalmış bitkilərdir. Relik sözünün mənası qalıq deməkdir. Relik bitkilər də ən çox Talış dağlarında yayılmışdır. Dəmir ağac, şabalıd yarpaq palıd, Lənkəran akasiyası, azad, şümşad və s. relik bitkilərdir. Endemik bitkilər ən çox Naxçıvanda və Talış dağlarında və Acınohor, Ceyrançöldə yayılmışdır. Kür Araz ovalığında, Naxçıvan Muxtar Respublikasının Arazboyu düzənliklərində, Samur Dəvəçi ovalığında, Abşeron Qobustanda yarım səhra, dağ bozqır, dağ kserofit bitkiləri yayılmışdır. Efemerli, yəni bir illik bitkilərdə düzən ərazilərdə daha çoxdur. Dağlıq hissələrdə isə dağ bozqır, dağ kserofit bitkiləri yayılmışdır. Dağ kserofitlər daha çox Talış dağlarında, Naxçıvan ərazisindədir. Respublikamızın meşəsi sahəcə azdır, amma növ tərkibinə görə zəngindir. Meşələr 90%-dən çoxu dağlıqda, 10%-ə qədəri düzəndə yerləşir. Meşələrin 98%-ni enli yarpaqlı ağaclar, 1,7%-ni isə iynə yarpaqlı ağaclar təşkil edir. Əsas ağac növləri palıd, fıstıq və vələs ağaclarıdır ki, ümumi meşənin 85%-ni təşkil edir. Palıd, fıstıq, vələs ağaclarından başqa ağcaqayın, cökə, qovaq, söyüd və s. ağaclar da yayılmışdır. Düzənlikdən başlayaraq 2200 metrə qədər diqqət eləyək. Düzənlikdən başlayaraq 2200 metrə qədər yüksəklikdə inkişaf edən meşələr bəzi hissələrdə meşələr 2200 metrə qədər yüksəklikləri əhatə eləyə bilir. Meşələr adətən 600 metrdən 1600 metrə qədər olan ərazilərdə vahid qurşaq əmələ gətirir. Digər yüksəkliklərdə amma talalar şəklində olur, qurşaq şəklində olmur. Bəzi meşələr hətta 2500 metr hündürlüyə qədər yayıla bilir ki, bu da Baba dağın şimal yamacını göstərə bilərik. Azərbaycanda olan əsas palıd növlərindən gürcü palıdı. Quraqlıq sevən bitkidir, Həkəri Girgil çay hövzəsində yaranır. Araz palıdı, Qubadlı Zəngilan hissəsində. Şərq palıdı, Böyük Qafqazın cənub yamacında. Uzunsaplaq palıd düzənlikdə olan meşələrdə. Şabalıd yarpaq palıd isə Talış dağlarında, Hirkan meşələrində yayılmışdır. Kür çayı boyunca Tuğay meşələrinə rast gəlinir. Şirin qurun suların səthə çıxması ilə Şollar düzü, Qanıq əyri çayda da düzən meşələrinə rast gəlinir. 3-cü dövrün əsas otuncaq bitkisi olan dəmir ağac Talış dağlarında, Hirkan meşəsində yayılmışdır. Eyni zamanda da Qəbələdə yayılmışdır. Hirkan meşəsində həmçinin ağcaqayın ağacları da qorunur. Saqqız ağacı Xaçın çayının aşağı axınında, Qarabağ düzündə, Sultanbud meşəsində var. Həmçinin Qanıq əyri çayı, Ceyrançöl, Acınohorda da geniş yayılmışdır. Bundan başqa şabalıd Qəbələ, Zaqatala ərazisində, Zəngilanın Bəsit çay dərəsində isə şaq çinarı qorunur. Respublikamızda olan iynə yarpaqlı ağacların cəmi 7 növü var. Avropa qara çöhrəsi, Eldar şamı, qarmaqvari şam, çox meyvəli, ağır iyli, qırmızı və uzun gövdəli ardıc. Yəni, qısaca desək, Eldar şamı, Avropa qara çöhrəsi və ardıc. Ardıcın da növləri var. Həm relik, həm endemik bitki Eldar şamıdır. Ceyrançöldə, Eldar oyuğu qoruğunda yayılmışdır.
Qarmakvari çay Qusar çayının orta axınında Kuzun kəndində, Zaqatala, Göycə rayonlarında yayılmışdır. Eyni zamanda ardıc ağacları quraqlıq sevən ağac olduğu üçün Türyan çay, Acınohurda, Həkəri, Kilki çay hövzələrində yayılmışdır. Dağların yüksək dağ zirvələri çılpaq qayalıqlardan ibarətdir. Yəni bunlar demək olar ki, bitki örtüyündən məhrumdurlar.